Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sərfəli ərzaqlarla bir xəmirdən 2 növ şirniyyat hazırladım. Əminəm ki, siz də çox bəyənəcəksiniz. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 6 stəkan un, yarım stəkan şəkər tozu, 1 cimdik duz, eləcə də 1 ədəd vanilin əlavə etdikdən sonra quru ərzaqları qarışdırıram. Daha sonra 220 qram çərək yağını əlavə etdikdən sonra umac hazırlayıram. Umacın içərisinə 1 ədəd qabartma tozu tökürəm. Daha sonra 1 ədəd yumurta, eləcə də 1 stəkan qatıq və 1 yemək qaşığı sirkə əlavə edirəm. Üzüm sirkəsi də olar, alma sirkəsi də. Mən alma sirkəsindən istifadə etdim. Ərzaqları qarışdıraraq xəmir yoğururam. Belə bir xəmir alınır. Xəmiri 2 bərabər hissəyə bölüb kündələyirəm. Daha sonra xəmiri soyuducuda 1 saat gözlədirəm. Bir saat keçdikdən sonra xəmiri soyuducudan çıxarıram. Dəzgahın üzərini unlayıb xəmiri dəzgahın üzərinə qoyuram. Üzərinə biraz un əlavə edib yaymağa başlayıram. Bu qayda ilə yaydıqdan sonra kənarlarını kəsib çıxarıram. Kənarlarını digər kündəyə əlavə edə bilərsiniz. İndi isə xəmiri dörtkünc formasında kəsirəm. Daha sonra xəmiri gördüyünüz bu qayda ilə qatlayıram.
Hazırladığım xəmirləri soba listinin içərisinə yığıram. Sıxma torbasına cem tökürəm və xəmirlərin içərisinə cem vururam. Mən çiyələk cemindən istifadə etdim. Zövqə görə evinizdə olan hər hansı bir cemdən istifadə edə bilərsiniz. Cem də vurduqdan sonra şirniyyatları əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. İndi isə digər kündəni yayıram. Kündəni yaydıqdan sonra üzərinə bir ədəd yumurtağı tökürəm. Əlimlə hər tərəfinə gələcək şəkildə yayıram. Daha sonra isə qozlu içkiş tökürəm. Mən şəkər bura içliyindən istifadə etdim. İçiliyi də xəmirin üzərinə yaydıqdan sonra bir kənardan başlayıb qatlayıram. Xəmirin üzərindən biraz basıram və üzərinə bir ədəd yumurta sarısı çəkirəm. Çəncəl vasitəsilə üzərinə bəzək vurduqdan sonra kəsirəm və soba listinin içərisinə yığıram. Daha sonra əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Artıq mənim cemli peçenyalarım bişib hazırdır. Soyduqdan sonra üzərinə şəkər pudrası səpirəm. Əziz xanımlar, dadı da, görünüşü də çox gözəl olan qozlu çətə, eləcə də cemli peçenyalarımız hazırdır. Əgər siz də mənim bu reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.